tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulmasının yeni qaydaları Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi təqdim edir. Əgər məişət abonentisinizsə, yaxud sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetr və 100 kubmetrdən çox olan hazır və ya inşa ediləcək tikintiniz varsa, şəbəkəyə qoşula bilərsiniz. Bəs hara müraciət etməli? Asan kommunal mərkəzlərinə, Asan xidmət mərkəzlərinə, Elektron su esu.az və elektron hökumət portallarına e-gov.az, kiçik və orta biznes KOB evlərinə, müraciət və sənədlər dərhal sistemə daxil edilir. Bu zaman məlumat eyni gündə qeydə alınır və anında yoxlanılır. Şəbəkəyə qoşulma 3 mərhələdən ibarətdir və müəssisə ilə bağlanılan 2 tərəfli müqaviləyə əsasən həyata keçirilir. Proses ən geci 30 günə tamamlanır və gedişat barədə avtomatik məlumat verilir.